Bu gün Səməd Vurğunun 1937-ci ildə qələmə aldığı Vaqif mənzum dramını keçirik. Yəni, janrına görə dramdır. Ədəbiyyatımızda ilk dramdır ki, yəni buna qədər olan dram, yəni mənzum dramdır ki, belə deyək. Buna qədər olan dramlar hamısı əruz vəznində yazılır. Məsələn, baxın, Çay dəstgahı var, Cəlil Məmmədquluzadə. O əruz vəznindədir, mənzum deyil, əruz vəznindədir. Və yaxud bundan əvvəl keçdiyimiz Hüseyin Cavidin İblis mənzum faciəsi əruz vəznindədir. Amma Vaqif mənzum dramı isə ədəbiyyatımızda birinci əsərdir ki, mənzum dramdır ki, heca vəznindədir. Heca vəznində ilk yazılan mənzum dram Vaqifdir. Bax, onu yadda saxlayın. Və 1937-ci ildə yazılır və Səməd Vurğunun ilk və ən qüvvətli olan dramıdır. Yəni, bir dənə dramı yoxdur Səməd Vurğunun. Səməd Vurğunun həyat yaradıcılığında keçərsiniz, Səməd Vurğunun dramları bir neçə dənədir. Amma ən güclüsü məhz Vaqif dramıdır. Başladıq əsərdə. Əsərdə bilirsiniz ki, Vaqif tarixi şəxsiyyət olub və bu əsər tarixdən götürülsə də, amma tarixə sərbəst yanaşılıb burada. Müəllif ona sərbəst yanaşılıb. Gəldi əsərə. Yadda saxlayın, əsər 5 pərdədən ibarətdir. Yadınızdan çıxsa ən azından Vaqif sözündə 5 hərf var, 5 dənə pərdədən ibarətdir. Amma arxa fonda şəkil dəyişildiyinə görə 11 şəkildən ibarətdir, yadda saxlayın. Əsər 5 pərdəli, 11 şəkillidir. Onu yadda saxlayın. 5 pərdəli, 11 şəkillidir. Başladıq birinci pərdə, birinci şəkildə. Bizə bəzən bu mənzumu nəsr şəklində veriblər, yəni qısaldıq veriblər. Əsərin birinci pərdəsinin birinci şəklində göstərilir ki, Qarabağ xanlığından söhbət gedəcək, yəni əsas Qarabağ xanlığında, amma birinci pərdənin birinci şəklində söhbət gedir Qazaxdan. Göstərilir ki, Vidadi, Vidadi kimdir? Vidadi həm bilirsiniz ki, şair olub, 18-ci yüzillikdə yaşayan şair olub, həm də əsərimizdə Vaqifin dostudur. Yəni, şair olan, dövlət xadimi olan Vaqifin dostudur Vidadi. Göstərilir ki, birinci pərdə birinci şəkildə Vidadidir, namaz üstündə danışır. Və sonra göstərilir ki, bu Vidadi arvadı, həyat yoldaşı Tükazbanla söhbət edir. Hər ikisində həm namaz üstündə, həm də arvadı ilə söhbətində, Tükazbanla söhbətində zəmanədən narazılıq olur. Yəni, zəmanədən narazılıq olur. Birinci pərdə birinci şəkildə. Bu bir. Sonra göstərilir ki, Cavad xanın, Gəncə xanı, adını eşitdiyiniz Gəncə xanın, Cavad xanın elçiləri gəlir ki, bəs Vidadi, gəl sən Gəncə sarayına gəl, sarayda qulluğa gəl. Amma Vidadi qəbul eləmir. Deməli, yadda saxlayaq uşaqlar. Vidadi, sadə yaşayışı üstün tutandır. Yəni, vara dövlətə aldanan adam deyil. Sadə yaşayışa üstün tutan adamdır. Yaşayışı üstün tutan adamdır. Sarayı qəbul eləmir. Cavad xanın sarayını qəbul eləmir. Sonra göstərilir ki, Vaqif gəlir. Qarabağ xanlığında vəzifə tutan, eşik ağası vəzifəsini, yəni vəzir vəzifəsini tutan Vaqif gəlir. Vaqiflə buradan Vidadi səmimi görüşürlər. Vaqiflə Vidadi səmimi görüşürlər. Və bunu xüsusi yadda saxlayarsınız, kitabda da işarələyərsiniz, qeyd aparar sözünüzə. Burada Vaqif kəndlilərlə görüşür. Burada dedim ki, Qazaxdan söhbət gedir. Burada deməli belə deyək də, hadisələr baş verir Qazaxda, Vidadinin həyətində və burada kimlərlə görüşür? Kəndlilərlə görüşür. Vaqif özü kəndlilərlə görüşür və əsərdən görünür ki, Vaqifin ürəyi xalqın yanındadır, kəndlərin yanındadır, cəmaatın yanındadır. Özü vəzifədə işləyir, Qarabağ xanlığında vəzifədir, dövlət xadimidir. Amma ürəyi kimin yanındadır? Xalqın yanındadır, cəmaatın yanındadır. Və birinci pərdənin birinci şəkli onunla bitir ki, artıq birinci pərdənin birinci şəkli bitir. Onunla bitir ki, Vaqif Vidadinin, dostu Vidadinin yanına gəlməyində məqsədi var idi. Məqsədi o idi ki, oğlu Əli bəyin toyu olacaq, yəni Vaqifin oğlu Əli bəyin toyu olacaq və bura toya çağırır. Vaqif
Vidadini və Tükazbanı toya çağırmaq üçün bunların evlərindən gəlir. Birinci pərdənin birinci şəkli bitdi. Gəldi birinci pərdəni, oxuyanda pərdə oxumaq lazımdır. Birinci pərdənin ikinci şəklinə göstərilir ki, Qarabağ xanlığıdır, Şuşa qalası, Vaqifin evi. Elə bilin ki, adlıq cümlə, Azərbaycan dilində adlıq cümlələrə nümunədir. Qarabağ xanlığı, Şuşa qalası, Vaqifin evi və toydur. Göstərirlər ki, qəşəng bir toy gedir burada və toyada təbii ki, çalğı var, oynayanlar da var və bu vaxt İbrahim xan, yəni Qarabağ xanlığının başçısıdır. İbrahim xan öz dəstəsinin adamları ilə gəlir. Deməli, İbrahim xan öz dəstəsinin adamları ilə gəldi. Gəldi, gələn kimi deyir ki, maraqlı məsələlər var, indi başlayır. Yavaş-yavaş, belə deyək, düyün nöqtəmiz, Zavyaska nöqtəmizə gəlirik, düyün nöqtəsinə. Göstərilir ki, gələn kimi deyir ki, bəy oynasın. İbrahim xan deyir ha. Deyir, gərək bəy öz toyunda oynasın. Və burada bəy kim olur? Əli bəy. Əli bəy gəlir oynayır. Oynayandan sonra İbrahim xan Vaqifə deyir. Vəzir də Vaqifə deyir ki, vəzir, xeyir işiniz xeyli mübarək. Yəni, xeyir işiniz necə olsun? Mübarək olsun. Görək, Vaqif nə cavab verir? Vaqif isə buna deyir ki, biraz toy günüdür da, oğlunun toy günüdür Vaqifin. Amma burada Vaqif bir balaca narazılıq bildirir. Görək, necə bildirir? Deyir, görək növrağı pozmasa zaman. Belə bir cümlə işlədir. Cümlələri yadda saxlayın ha. Görək növrağı pozmasa zaman. Növraq nə deməkdir? Bir haşiyə çıxın. Növraq sözü əslində rövnək sözüdür. Bizdə daha çox adam adı kimi işlənir. Ərəb mənşəli sözdür. Burada təhrif olunub da, yəni xalq danışıq dilində o qədər rövnək deyiblər ki, təhrif olunub növraq kimi qalıb. Kitabda növraqdır, onu işarələyərsiniz. Rövnək nə deməkdir? Rövnək gözəllik deməkdir. Vaqif buna cavab olaraq deyir ki, cavab olaraq İbrahim xana, görək deyir bu gözəlliyi zaman pozmasa. İbrahim xan buna deyir ki, yenə də şikayət edirsən, yəni oğlunun da toyunda belə deyək də şikayət edirsən. İbrahim xana baxın, deyir nə qədər ki mən sağam deyir, sən keyf eləyəcəksən. İbrahim xan kimə deyir? Vaqifə. Deyir nə qədər ki mən varam, sən keyf eləyəcəksən. Və bu vaxt atəş açılır və gəlin gətirir. O vaxtı, yəni gəlin gətirəndə atəş açırlar. Bizdə indi bir yəni siqnalsa, o vaxt atəş açılır. Yəni, belə deyək, indi də kənd yerlərində, bəzi kənd yerlərində görsən, gəlin gələndə, indi təbii ki, biraz onu məhdudlaşdırıblar. Amma indi fişəng atırlar, nə bilim, o vaxt yəqin ki, atəş olur. Bizdə də burada atəşdir. Gəlin gətirəndə atəş olur və burada kitab cümlələrini deyirəm. Yengələri gəlir bunlara. Hə, anam, bacım, qız gəlin, əli ayağı düz gəlin və s. Bunu deyir, kitabda da belədir. Şeiriyyatı deyirəm ki, yanınızda qalsın. Və bunu deyəndən sonra Vaqif gəlir və gəlinə görə nə deyir? Gəlinin adı yadda saxlayın, Gülnardır. Gəlinin adı nə oldu? Gülnar. Və gələn kimi deyir ki, yəni Gülnara deyir. Deyir ki, qızım deyir, duvağı üzümdən götür. Duvaq sözünü biz şifahi xalq ədəbiyyatını keçəndə toy nəğmələrində demişdik. Duvaq sözünün mənası örtüyü deməkdir. Yəni gəlinin üzərinə, belə deyək, üzünün görünməməsi üçün örtüyüdür. Deyir ki, bu deyir, örtüyü deyir, üzərindən götür deyir. Çünki bizim nənələrimiz deyir, üzü açıq gəziblər. Kitab cümlələri nəticə mən onu deyirəm. Nənələrimiz deyir, yəni üz fatası olmadan, üz örtüsü, duvaqsız gəziblər deyir. Hətta burada Səməd Vurğun, yəni əsərin müəllifi, deyir ki, sərapərdələr deyir uşaqlar, kitabımızda elədir, deyir, sərapərdələr kəfəndir. Kəfəni bilirsiniz nədir? Sərapərdə baş örtüsü deməkdir. Deməli, burada müəllif baş örtüsü nə adlandırır? Kəfən adlandırır. İndi burada, belə deyək də, heç bir yorum belə deyək, demirik, müəllif nə yazıbsa onu deyirəm uşaqlar. Bunu deyir. Və bu deyəndən sonra gəlin gedir, içəri gedir və burada artıq yavaş-yavaş zavyaskamız olacaq. Düyün nöqtəmizə baxın. Başlayır artıq. Bilirsiniz ki, düyün nöqtəsi ən böyük, süjet xəttinin ən böyük hissəsidir. Görək kim gəlir? Əsərimizdə göstərilir ki, bir kənddən, yəni Qarabağda olan kənddən Vaqifin dostu olan Eldar gəlir. Eldar kimdir? Eldar bizdə kitabın giriş hissəsində də verilir
belə deyək, adlarda da, əşxaslarda da, şəxslərdə də verilib ki, Eldar kəndli üsyanının həm İbrahim xanın zülmünə qarşı, həm də Qacara qarşı üsyanın başçısıdır, kəndlidir. Eldar deməli bir dənə quzunu atıb çiyninə, Eldar bir dənə quzunu atıb çiyninə gəlir. Gələn kimi görək nə deyir? Deyir ki, möhtərəm şairə salamlar olsun. Bu dünya durduqca o da var olsun. Vaqifə deyir, toya gəlib də, toya nə gətirib? Bəli, toya bir xələt deyək də, xələt gətirib. Eldar gətirib. Bunu şairə deyir. Şairə deyəndə kənd yerində nə olar? Qoyun olar da kənd yerində. Bunu deyəndə bu vaxt İbrahim xana bu pis təsir edir. İbrahim xan başda oturur. Toyun ən şərəfli belə deyə şəxsi sayılır. Başda oturub, İbrahim xana bu Eldarın gəlməyi, çiynində də qoyun gətirməyi pis təsir edir. Buna qadir belə deyir. Deyir ki, bu ətrafa deyir. Deyir ki, yanındakılara. Deyir, bu hərif deyir, bizi saymayır. Hərif bildinizə nədir? Azərbaycan dilindəki hərf 4 hərfli yox ha. Hərif 5 hərfli. Deyir, bu hərif deyir, bizi saymayır. Deyəsən, deyir, bizi saymayır. Əsərimizin bir dənə də mənfi qəhrəmanı var. O da kimdir? Şeyx Alı. Qarabağın şeyxidir, dindar şəxsdir, amma mənfi obrazdır. Görək nə deyir? İbrahim xanın tərəfə əyilir, İbrahim xana deyir ki, Eldara deyir, bax, onun deyir, gözləri qandı, deyir. Kəndə qarışıq salanlardandır. Qafiyələrə baxın uşaqlar, kitab cümlələrin nəyi deyirəmsə işarələmək lazımdır. Deməli, Şeyx Alı İbrahim xana nə deyir? Deyir ki, Eldar üçün deyir. Deyir, onun gözlərinə bax, deyir. Gözləri qandı. Gözləri qandı və deyir ki, gözləri qandı. Kəndə qarışığı salanlardandır. Bunu deyir ha. Bunu deyəndə İbrahim xan vəzirinə deyir ki, vəzir deyir. Bu nədir deyir? Çobançoluq məclisidir, deyir bu. Yəni, çoban məclisidir bu. Yəni, mən burada oturmuşam, onu demək istəyir. Kitabınızda belədir. Deyir, vəzir, çobançoluq məclisidir, deyir bu. Bu nədir gətirmişsən? Bunu demək istəyirdi. Burada, baxın, qarşılaşdırmaya baxın diyaloqlarla. Vaqif buna cavab olaraq deyir ki, İbrahim xana, xan daha, bu da vəzirdir. İbrahim xana deyir ki, Eldar deyir, mənim əziz qonağımdır, dostumdur Eldar. Eldarı dost deyir ha. Adı kəndli olsa da Eldar. Deməli, Eldarı dost kimi təqdim edir bizə. Eldar deyir, mənim dostumdur deyir. Əziz qonağımdır, Eldar dostumdur. İbrahim xan buna cavab olaraq deyir ki, baxın, deyir ki, onda deyir, mənim hüzurumda deyir, nə ölümü var. Bizdə deyir ki, biz adi danışda deyir ki, mənim hüzurumda nə iti azıb, biz belə deyərik. Orada isə deyir ki, mənim deyir hüzurumda nə ölüb deyir. Yəni, burada, yəni mənim hüzurumda nə gəzir? İbrahim xan buna deyir. İndi görək Vaqif buna nə cavab verir. Vaqif isə cavabında buna deyir ki, baxın, deyir, bura mənim evimdir, siz qonaqsınız. Yəni, bura mənim evimdir, yəni mənim evimə kim gəlsə mənim qonağımdır. Mənim qonağımdır, yəni mənim qonağımdır, amma sən qonaqsan. İbrahim xana deyir ha. İbrahim xan burada istər-istəməz əsəbləşər. Çünki cəmaatın qarşısında həm vəzirdən deyir, vəzir də xana qarşı cavab qaytarır da, belə deyək. Kəskin cavab qaytarır. Və bunu deyəndən sonra yenə İbrahim xan deyir ki, hər yoldan ötəni deyil, başa çıxartdın. İbrahim xan Vaqifə deyir ki, Eldar üçün deyir, hər deyir, yoldan ötəni deyir, başa çıxartmışsan sən, başımıza çıxartmışsan. Bu nədir deyir? Bu nədir? Və Vaqif də buna, təbii ki, Vaqif də cavab olaraq buna deyir. Görək cavab olaraq nə deyir? Cavab olaraq buna deyir ki, o kəndli babadır, Eldar üçün deyir. O kəndli babadır, onun qəlbi təmizdir. Kəndli babadır, yəni adi bir kəndli insandır da o da. Yenə buna İbrahim xan cavab verir. İbrahim xan deyir ki, deyir, yorulub bezmədin deyir ellər deməkdən, durub ellər deməkdən yorulub bezməmsən sən, neyinirsən bu cəmaatı? Eldar görür ki, İbrahim xan belə Vaqifə, Vaqif də İbrahim xana cavab verir bir-birinə, yəni kəskin cavab verirlər və bunu istəyir ki, Eldar geçsin. Eldar deyir ki, canım deyir, siz dalaşmayın, mən gedirəm. Bunu deyir. İbrahim xan buna deyir ki, geçsin deyir. Eldar yəni geçsin.
Gedib deyir, gəlməsini ayaqlasın. Görək uşaqlar, kitabda gəlmə verilir. Gəlmə nə deməkdir? Gəlmə sözünün mənası, yəqin ki, təzə eşitmişsiniz uşaqlar. İndi biraz çox detallı deyə bilmirəm. Kənd yerlərində olur. Yəni, heyvanlarla bağlı olan bir ifadədir. Yəni, belə deyək də, dışqı kimi başa düşün, türk dilində desək. Yəni, onu saman qatırlar. Saman qatırlar. Ona təzək deyirlər kənd yerlərində. Burada gəlmə yazılıb uşaqlar. Onu yandırmaq üçün istifadə edirlər. Yəni, qışda yandırmaq üçün saman qatırlar, ayaqlayıb tapdalayırlar, müəyyən bir formaya gətirirlər. Ona burada nə deyirlər? Gəlmə. Gəlmə sözün mənasını da özünüzə yazanda deyirsiniz ki, təzək deməkdir. Təzək. Yandırmaq üçün bir vasitə. Və insanlar vaxtı ilə istifadə ediblər. İbrahim xan deməli, Eldar üçün deyir ki, gedib gəlməsini deyir, ayaqlasın. Qoy çıxıb geçsin. Bu Eldara pis təsir edir. Eldar da deyir ki, əgər deyir, kəndilər, yəni biz kəndlər olmasaydıq, bunca qudurtmazdı sizi sümuzər. Deyir, biz kəndlər olmasaydıq, deyir, sizi sümuzər sözünün mənası qırqızıl deməkdir. Deyir, biz olmasaydıq, deyir, sizi nə qudurtmazdı? Qırqızıl, yəni sümuzər deyilir orada. Bunu deyəndən sonra təbii ki, Eldar adi bir kəndli belediyə idi, amma kimə cavab qaytarır? İbrahim xana cavab qaytarır. Cavab qaytardığına görə İbrahim xan deyir ki, tutun deyir Eldarı. Yanındakı adamlar deyir ki, tutun Eldarı. Təbii ki, xan deyəndən sonra neyniyəcəklər? Məcbur olub Eldarı tutacaqlar və İbrahim xan Vaqifə cavab olaraq deyir ki, sən deyir bunlara dil verən. Bunları qudurdan sənsən. Vaqifə deyir. Vaqif isə buna cavabında deyir ki, deyir, mən onlara dil verməmişəm. Onların özləri Kəndistan yeridir deyir. Onların yeri. Yəni bunlara dil verən nədir? Kəndistan yeridir. Kənddə böyüyüblər də bunlarda. Onu demək istəyir. Və burada istər-istəməz İbrahim xan artıq qala bilməzdi. Adamlarına göstəriş verir və gedir. Bu gedəndən sonra əsərdə göstərilir ki, Vaqif, bu da əsəb keçirdir ki, yəni bu axı oğlunun toyudur. Yəni bu niyə belə qanqaraçılıq olmalıdır? Vaqif də Vidadi, dostu Vidadiyə, bayaq dedi yaxşı ki, birinci şəkildə Vidadi ilə Tükazbanı oğlunun toyuna çağırmışdı. Və orada deyir ki, Vidadiyə deyir. Deyir, bu xan bir ilanmış. Saray yuvası. Zəhrimar qoxuyur onun havası. Deməli, bunu Vaqif kimi üçün deyir? Vaqif Vidadiyə deyir, amma İbrahim xan üçün deyir. Deməli, İbrahim xanı Vaqif nə adlandırır? İlan adlandırır. Deyir, zəhrimar qoxuyur onun havası. Bunu deyir. Vidadi də deyir ki, Vaqif deyir, sabah deyir, məni yola sal gedim. Torpaq evciyimi ziyarət edin. Dünyanın zövqü ləzzəti oradadır, dünyanın zövqü ləzzəti. Sən də at boynundan bu minnəti. Yəni, neynirsən bu, belə deyək, dövlətdən işləyib, yəni Qarabağ xanlığında çalışıb. At bu minnəti kəndimizə qayıt. Bax, bu cümlələri Vidadi kimə deyir? Vaqifə deyir. Deyir, sən də kəndimizə qayıt deyir. Görə Vaqif nə deyir? Vaqif deyir, qayıtmaram. İndi bizim kitabda, yəni bu hissədə 11-ci sinif dərsində deyil, əsərin bütöv variantında Vaqif deyir ki, yəni mən avam cəmaatı, yəni bu kənd cəmaatın insanları qoyub, sadə cəmaatı qoyub gələ bilmərəm. Onların ümidi mənəm deyir. Yəni Vaqifin kəndə qayıtmamaq səbəbi var. Və bunu deyəndən sonra bu vaxtı Əli bəy gəlir. Əli bəy kimdir? Əli bəy Vaqifin oğludur, yəni təzə toy olan şəxsdir. Əli bəy gəlir ki, ata deyir, Eldarı tutdular. Yəni İbrahim xan göstərişi ilə deyir, Eldarı tutdular. Eldarı tutublar deyir. Və görək burada Vaqif nə deyir? Məşhur misralardan, bu misraları əzbərləməniz vacibdir. Deyir ki, zindansız, zəncirsiz günlər gələcək. Bizə təsəllidir, böyük gələcək. Burada həm də yadda sağlayın uşaqlar. Gələcək sözünün Azərbaycan dilindən görə deyirəm. Gələcək sözün 2 dənə tərkibinə görə təhlili var. Zindansız, zəncirsiz günlər gələcək, bizə təsəllidir, böyük gələcək. Bunu Vaqif deyir. Və Vaqif bunu deyəndən sonra Əli bəy deyir ki, bəs
Eldarın taleyi nə olacaq? Eldarın taleyi nə olacaq? Nə oldu Eldar? Axı Eldar həbs etdilər. Vaqif deyir ki, hələ deyir Vaqif ölməyib. Onu mən qurtararam. Onu qurtararam. Burada bizim kitabımızda verilməyib, amma mən sizə deyim, Vaqif də özünün hörməti var idi, həm vəzir idi, mənsəbi var idi və mənsəb sahibi idi. Həm də ki, Vaqif özünün də yəni hörməti də var idi. Və yadda saxlayın, bir qısa bir müddət sonra Vaqif Eldarı həbsdən azad elətdirir. Düzdür, bunu bizdə də vermiblər bizdə. Amma yadda saxlayın ki, Eldarı kim həbsdən azad elətdirir? Vaqif azad elətdirir. Və burada Vaqif oğlunun alnından öpür, oğlu da Əli bəy bunun əlindən öpür və bu da Vidadi ilə, Əli bəy Vidadi ilə sağollaşır və bunlar çıxıb gedir. Vidadi Əli bəy tərifləyir ki, yəni oğlan Əli yaxşı oğlandır. Xarakter, xüsusiyyəti yəni yaxşıdır. Bunu deyir. Və burada göstərilir ki, bu zaman, yəni bunlar danışdığı vaxtı əsərimizdə yeni bir qəhrəman gəlir. Vaqifin həyat yoldaşı Xuraman gəlir. Baxın. Bu Xuraman gəlir və göstərirlər ki, Xuraman gəlir, nəsə biraz inci kimidir, nəsə biraz qeyri-adi istər keçirdir. Vaqif bundan soruşur. Birinci bu Xuraman Vaqifdən soruşur ki, deyir, kişi deyir, ay kişi deyir, xan küstü getdi. Yəni, xanın küstüyünü eşitib deməli Xuraman. Toydan incidiyin küstüyünü eşitib. Və görək Vaqif nə cavab verir? Vaqif deyir ki, küssün də deyir öz qanacağından. Yəni deyir, neyinlə küssün də. Deyir və Vaqif gedir digər otağa. Vaqif digər otağa gedəndə burada göstərilir ki, həmin bu dediyimiz Xuraman xasiyyətin yavaş-yavaş deyəcək. Baxın Xuramanın xarakterinə. Xuraman deyir ki, əvvəlki ərim, deməli Xuramanın əvvəlki bir həyat yoldaşı olub. Vaqif bunun ikinci həyat yoldaşıdır. Xuramanın. İndi bu deyir, tək deyir, Vaqifə demir bunu. Xuraman burada tək deyir. Deyir ki, əvvəlki ərim deyir, bir el ağası idi. Mənim öz qapımda öz nökərlərim, öz evim, öz nökərlərim var idi. Rəhmətli ərim gündə bir məclis qurardı. Bunu deyir. Rəhmətli deyir, ərim gündə bir məclis qurardı. Deməli, əvvəlki ərin xatırlayır. Sonra deyir ki, buna da Vaqif üçün nəzərdə tutur. Buna da deyir, bir böyük vəzir dedilər. Başımı da deyir, olub yedilər. Vaqif üçün deyir, Vaqif deyir, su kimi müxtəlif rəng alır. Yəni, xasiyyəti dəyişkəndir, belə deyək. Su kimi deyir, müxtəlif rəng alır. Yəni, xasiyyəti dəyişkəndir. Amma mən razıyam onun qalacağından. Deməli, Xuraman ikinci həyat yoldaşı Vaqifdən razılığını da bildirir. Narazılıq kimdə gəlir, amma razılığını da bildirir ki, mən onun nəyindən, qalacağından razıyam. Hətta bu məşhur misranı da deyir. Deyir ki, görünür, şairdir, düz ilqarı var. Vaqif haqqında deyir. İlqar sözün mənasını bilirsiniz uşaqlar. İlqar sözünün mənası elə düzlük demək deyil, sədaqət demək deyil, sadiqlik demək deyil, sadiqlik, vəfa demək deyil. Deyir, görünür, şairdir, düz ilqarı var. Orada görünür ara sözü də, yəni ona görə deyirəm və daha çox testlərə düşən məsələdir. Deməli, bu Vaqifi də həbdə tərifləyir. Belə deyək də, müəyyən cəhətini də deyir, Xuraman. Mənfi tərəfini də deyir, belə deyək, müsbət tərəfini də deyir özünə görə. Və bu vaxtı Vaqif digər otaqdan çıxıb gəlir. Vaqif gəlir, görür ki, nəsə Xuramanın vəziyyəti, yəni biraz da nəsə fikirlidir. Soruşur ki, sən nə fikirdəsən, yəni sənə nə olur? Sən nə fikirdəsən? Xuraman əvvəlcə deyir ki, Allaha şükür deyir, heç nə olub mənə, Allaha şükür. Yəni, yalandan bunu deyir. Xuramana deyir ki, yox, sənə nəsə olub. Həyat yoldaşında deyir, sənə nəsə olub. Deyir ki, Xuraman deyir ki, yalanlığını da təbii ki, yalandan deyir. Deyir, qürbətliyəm deyir, yəni qürbət, incidiyim deyir, qürbət olmağımdadır. Yəni, kənardıyam da, öz yerimdən biraz kənardıyam. Yəni ki, bu hansısa bir başqa mahaldan, başqa rayondan gəlib bura Xurama. Deyir ki, qürbətdə olduğuma görə incimişəm deyir, inciyəm. Qürbət həsrətdə məndə, onu demək istəyir. Onu da deyir və təbii ki, Vaqif inanmazdı buna. Vaqif deyir ki, yalan yaraşmayır gül dodaqlarına. Baxın ha,
Deyir, sənin dodaqlarına yalan yaraşmır, sən həqiqəti mənə deyirəm. Görək burada Xuraman həqiqəti deyirmi buna? Xuraman burada deyir, görün nə deyir. Deyir ki, səni deyir xan vəzirlikdən çıxaracaq. Deməli, qorxduğu bayaqdan dərdi var imiş. Vaqif də deyir ki, elə bu, yəni buna görə pis olmuşsan, vəzirlikdə orada nə var ki, bunu demək istəyir. Deyir, sən vəzirlikdən çıxaracaqlar. Vaqif də deyir, elə bu, yəni çıxarsınlar da orada nə var ki? Görək Xuraman nə deyir? Xuraman deyir ki, deyir, axı deyir, səni vəzirlikdən çıxarsalar deyir. Biz yoxsulluqda, dilənçilikdə necə dolanarıq? Vəzirlikdən çıxıb da. Vaqif buna cavab olaraq Xuramana deyir ki, bir parça çörək deyil, bizə qəhət olmaz. Yəni bir parça çörəyimizi taparıq da, bunu deyir. Burada Xuraman biraz əsəbləşib, baxın gördü, sən də deyir, şirin-şirin danışmağın var, deyir. Əlinə deyir Vaqifə. Və deyir, arvad gedir. Vaqif burada öz-özünə bilir ki, yəni indi bilir ki, həyat yoldaşı, yəni Xuraman şöhrət sevən adamdır, yəni vəzifə sevən adamdır. Ona görə deyir ki, mən görəm ki, deyir, bu qadın da deyir, şöhrəti çox sevir bu qadın. Hətta misralara baxın, ah mənsəb deyir, ah şöhrət, yaranmasaydın. Vaqifin sözlərinə baxın, misralarına. Deyir, ay şöhrət deyir, ay yəni şöhrətpərəst insan, ay mənsəb, vəzifə deyir, yaranmasaydın deyir. Və yadda saxlayaq, bununla əsərimizdə birinci pərdənin ikinci şəkli bitir. Gəldik bizə ikinci pərdənin uşaqlar nəsr şəklində verirlər, amma əsər bayaqlar dediyim kimi nəzmdir, mənzum, dramdır janrına görə. İkinci pərdədə nələr baş verib, onları ardıcıllıqla əzbərləyin uşaqlar. Mən də deməyə çalışacağım, ikinci, üçüncü pərdənin nəsrlə verilən hissəni xüsusi əzbərləyəcəksiniz. Baxaq. İkinci pərdədə göstərilir ki, ikinci pərdə iki şəkildən ibarətdir. 3 və 4. Deməli, birinci pərdə iki şəkil idi, birinci və ikinci şəkillər. İkinci pərdə də iki şəkildən ibarətdir. Üçüncü və dördüncü şəkillər. Yəni, arxa fonu şəkil dəyişilir də, onu demək istəyir. Nədir burada? 1. İbrahim xan qonşu dövlətlərin təzyiqindən qorxur. Yəni, xüsusilə Şah Qacarı. Yəni, Şah Qacar buna məktub yazmışdı ki, Şuşanı təslim eləməlisən, tarixdən də səməlumdur. 1. İbrahim xan Vaqifi saraya çağırır. Arvadı, yəni Xuraman qorxmuşdu axı vəzifədən çıxaracaq. Amma indi işi düşdü Vaqifə. Vaqifi saraya çağırır. 2. 3. Vaqif İbrahim xanı məzəmmət eləyir. Danlayır da, yəni məzəmmət eləmək nə deməkdir? Tənə danlaq deməkdir. İbrahim xanı danlayır. Xalqa ədalətsiz davranmaqda, xalqa zülm etməkdə günahlandırır onu. Ki, belə eləmək olmaz. Baxın, vəzir daha, amma sözünü deyəndir. Bu oldu üçüncü məsələ. Dördüncü məsələdə Vaqif, İbrahim xanın təbii ki, göstərişi ilə Vaqif, Ağa Məhəmməd Şah Qacara sərt cavab məktubu yazır. İkinci pərdə, üçüncü və dördüncü şəkillər deyirəm. Bu oldu dördüncü məsələ. Beşinci məsələ. Əminə. Əminə burada kimdir? Əminə burada Əli bəyin qaynanasıdır. Yəni Gülnanın anasıdır. Bunların Əli bəygilin evindən gəlir, yəni qızının evindən gəlir və qızının evində olan xoşbəxtliyə sevinir ki, nə yaxşı qızımın evində belə xoşbəxtlik var. Sevinir buna. Oldu 5. 6-cı məsələ dəhşətli məsələdir. İbrahim xanın göstərişini alan 2 nəfər. Şeyx halı ilə, Satqın Şeyx halı ilə. Şeyxdir, Qarabağ xanlığın şeyxidir, dini başçısıdır. Şeyx halı ilə bir dənə qarı İbrahim xandan göstəriş alırlar. Gəlib Xuramana deyirlər ki, sən Vaqifdən boşanıb İbrahim xana ərə getməlisən. Və burada da Xuraman, bayaq dedi yaxı, şöhrəti çox sevirdi. Xuraman ərə gedir kimə? İbrahim xana. Bu oldu 6-cı məsələ. Bax, ən dəhşətli məsələ bu 6-cı məsələdir. Deməli, Xuraman kimə ərə gedir? İbrahim xana. Ki, yəni birdən, yəni vəzirlikdən atarlar. Yəni mən yoldaşım vəzifəsiz qalar da. Ona görə gedir İbrahim xana. Dəhşətli məsələ budur. Bu oldu 6.
7-ci məsələ, 2-ci pərdə, 3-cü, 4-cü şəkillərdə bunu eşidən Gülnar eşidir. Vaqifin gəlini. Bunu Gülnar eşidir. Gülnar bunu eşidir, gəlir, təbii ki, Vaqifə deyir və Vaqif sarsılır. 8-ci və sonuncu məsələ, 2-ci pərdədə. Burada Əli bəy, Vaqifin oğlu Əli bəy istəyir ki, Xuramanı cəzalandırsın. Amma Vaqif icazə verir. Bax, 2-ci pərdədə 8 məsələni əzbər bilməlisiniz. Gəldi 3-cü pərdəyə. 3-cü pərdə 3 şəkildən ibarətdir. 5, 6 və 7. Bunları yadda saxlayaq uşaqlar. Mən də deyirəm, kimin yadından çıxsa elə videodan da baxar, yadda saxlayın. Pərdə öyrənməyə çalışın. Deməli, 3-cü pərdəmiz olacaq 5, 6 və 7-ci şəkillər. 5 ilə 3-cü pərdə, 5 ilə 6-cı şəkillərini mən sizə nəsr şəklində deyəcəm və kitabımızda nəsr şəklindədir. Görək 3-cü pərdədə 5-6-cı şəkillərdə nə olur? Göstərilir ki, Ağaməmməd Şah Qacar öz ordugahında, ordusu olan yerdə dayanıb. Və İbrahim xandan cavab gözləyir. Cavab məktubu gözləyir ki, görüm nə yazıb. Və cavab məktubu gəlir, Vaqif yazmışdı. Cavab məktubu gəlir və cavab məktubunda yazılmışdı ki, Şuşa təslim edilməyəcək. Bu yazılmışdı. Ona görə həmin bu Ağaməmməd Şah Qacar hiddətlənir, yəni əsəbləşir. Əsəbini soyutmaq üçün orada olan Gürcü əsir qardaşlar olur. Yəni bunun tutduğu Gürcü əsir qardaşlar olur. Onların adlarından ikisini veriblər. Bir qızda, yəni Tamara, bir də Şaliko. Adı Şalikodur. Gürcü əsirləri savaşdırmağa başlayır. Deyir ki, savaşın bir-birinizdən qardaşlar. Gürcüləri. Bunlar da neynəsinlər? Gürcü əsirlərdə qardaşlar da savaşar. Amma arada qarşılıq düşdüyünə görə burada bir qapıcı olur. Qapıcı bunları qarşılıqdan istifadə edərək, fürsəti dəyərləndirərək Gürcü qardaşların qaçmasına yardım edir. Tamara, Şaliko və başqalarının. Gürcülərin qaçmağına şərait yaradır. Kim? Qapıcı. Qapıcı şərait yaradır. Gürcü qardaşlar qaçırlar və Gürcü əsirlər qaçıb gəlib rast gəlirlər Eldarın dəstəsinə. Eldarın dəstəsinə rast gəlirlər. Və Eldar onları yaxşı qarşılayır, qonaq eləyir və Gürcüstana yola salır. Bunu yadda saxlayın. 3-cü pərdənin 4-cü, yox, 3-cü pərdənin 5-ci, 6-cı şəkillərindədir bu. 5-ci, 6-cı şəkillərdir. 3-cü pərdədə. Və bu olandan sonra, bunlar yola salandan sonra 3-cü pərdənin 5-ci, 6-cı şəklinin sonuncu nəsrlə yazılan hissəsi budur bizdə. Göstərilir ki, burada Eldar, Vaqif deməli Əli bəyə deyir, oğluna deyir. Oğlu da Eldara deyir ki, Qacarın üzərinə hücuma keçməli lazımdır. Necədir? Vaqif Əli bəyə deyir, oğluna deyir. Əli bəy də Eldara deyir ki, Qacarın üzərinə hücuma keçməli lazımdır və bunlar Qacarın üzərinə hücuma keçirlər. Bizdə burada 3-cü pərdənin 5-ci, 6-cı şəkilləri bitdi. Gəldi 3-cü pərdənin 7-ci şəkilləri. 7-ci şəkildə göstərilir ki, Ağaməmməd Şah Qacardır və burada top tüfəng səsləri gəlir və burada qadınların, uşaqların fəryadı gəlir və bir dənə kəndi yandırıblar. Deməli, necə qəddar insan olub. Və bir kəndi yandırıblar. Qadın, uşağın fəryadıdır. Özü də Ağaməmməd Şah Qacar da çıxır bir dağa və görək dağda nə deyir. Baxır, yanan kəndə baxır, görək nə deyir. Deyir ki, mənim vicdanım da qandır, qəlbim də qandır. Dünya qan üstündə xanimandır. Bunu deyir. Yəni, burada belə deyək, möhkəm şəkil özündən hiddətlənir. Həm əsəb keçirmişdir, bayaq demişdik bunu, həm də burada təkəbbürlü cümlələr işlədir. Baxın. Və bu vaxtı, bu cümlələr işlədəndən sonra qapıcı gəlib deyir ki, bir nəfər qoca kişi səni görmək istəyir, kəndili səni görmək istəyir. Deyir, çağır gəlsin. Qacar deyir, çağır gəlsin. Burada gələn adam kim olur? Gələn adam kəndin ağsaqqalıdır. Gəlir bu Qacara deyir ki, Ağaməmməd Şah Qacara. Deyir, ey böyük hökümdar deyir, bu kəndi niyə yandırırsınız deyir.
bu kəndlərin təqsiri nədir deyir? Heç bir təqsiri yoxdur deyir. Mən bu kəndin ağsaqqalıyam deyir. Əmr eləyin deyir, kəndi yandırmağı dayandırsınlar. Çünki deyir, burada bu dağlar qoynunda aslan yatmışdır. Burada Koroğlular at oynatmışdır deyir. Baxın, burada Koroğlular at oynatmışdır. Bu cümləyə baxın. Görək Ağaməmməd Şah Qacar nə deyir? Ağaməmməd Şah Qacar deyir ki, sus qoca köpək. Yaşlı adamdır da, yəni buna niyə elə deməlisən? Bax, qoca kişiyə deyir, kəndin ağsaqqalı, deyir, sus qoca köpək deyir. Sonra hətta bunun kitabımızda kinayədir. Ədəbiyyatımızda bədii ifadə vasitəsi kinayə bir nümunədir. Kinayə bir dənə nümunədir. Kinayə bir nümunədir. Görək burada nə deyir? Biz ağzəymə deyirik də, yəni xalq arasında belirik. Qocanın ağzı nə deyir? Deyir, burada Koroğlular at oynatmışdır. Kişiyə deyir, bunu kişinin ağzı nə deyir? Yəni kinayədir. Ədəbiyyatda buna kinayə deyirik, istehsa deyirik. Və bunu deyir və Ağaməmməd Şah Qacar biraz uzaqlaşır. Qoca bunun arxasıca deyir ki, Süleymana qalmayan dünya bizə deyirik də, sənə də qalmaz. Yəni, bunu yadda saxlayın, ha. Yəni, ağsaqqal, el ağsaqqalın incitməyin sonunda görərsiniz ki, necə olur. Deyir, Süleymana qalmayan sənə də qalmaz deyir. Baxın, ha. Cümlələr yadda saxlayın, bu cümlələr hissə düşür. Bunu deyir. Və bu vaxtı, bu qoca ki, təbii ki, buradan uzaqlaşır. Bu zaman Ağaməmməd Şah Qacarın sərkərdəsi gəlir. Sərkərdəsi gəlir və təlafçı şəkildə gəlir. Deyir ki, Eldarın dəstəsi gəlir. Axı 7-ci şəklin əvvəl, 6-cı şəklin sonunda dedi ki, Eldar hücuma keçib. Vaqifdən sifariş alıb, Əli bəy buna çatdırır və hücuma keçib. Ona görə burada sərkərdə bu cümlələr işlədir. Bunu vaxtı ilə biz uşaqlar nümunə kimi ədəbiyyatda bədii ifadə vasitəsi litotada işlətmişik. Görək nədir? Sərkərdə deyir. Eldarın dəstəsi gəlir irəli, qırır sərçə kimi bizimkiləri. Sərçə kimi qırmaq bilirsiniz ki, ədəbiyyatda litota sayılır. Bunu sərkərdə Ağaməmməd Şah Qacara deyir. Ağaməmməd Şah Qacar da, baxın ha, özü güya ordu başqanıdır. Burada biraz qorxur. Qayıdır orada sərkərdiyə deyir ki, sən deyir, bir bölük adam göndər arxa tərəfə. Bizim qarşımızı qorsun, biz gizlənək. Qasıb gizlənmək böyük hökümdardır, özü tərifləyirdi. Hələ qarşıda da özünü tərifləyəcək. Təkəbbürlü adamdır, özündən razı adamdır, roğu adamdır. Amma qaçıb gizlənirdi. Eşitdi ki, Eldar gəlir, qaçdı gizlənir. Və elə qaçıb gizlənmək istəyəndə, bizim bəlalarımızdan biri olub da uşaqlar, bilirsiniz. Bir əsərdə də öyrənəcəksiniz bunu. Əhməd Cavadın Səsli qızında da bu məsələ var. Bu vaxtı bunlar qaçıb gizlənmək istəyəndə qapçı gəlir ki, bəs gələn var. Görək gələn kimdir? Gələn Qarabağın şeyxidir, yəni satqın, şeyx alır. Özü də tək gəlmir ha. Kitab cümləsi bir dəstə əyanlarla, deməli Qarabağ xanlığın satan var. Qarabağ xanlığın satan kimdir? Şeyx alır. Satqındır da. Şeyx alı satqındır. Və bir dəstə əyyan burada Qarabağ xanlığı satır. Gəlirlər və irəli yeriyirlər Ağaməmməd Şah Qacarın qarşısına. Deyirlər ki, sizin yolunuzu çoxdan gözləyirdik. Qapımız sizin üzünüzə açırdı. Buyur gəl. Ağaməmməd Şah Qacar soruşur ki, bəs İbrahim xan nə oldu? Şeyx deyir ki, İbrahim xan qaçdı Dağıstana. Qacar bunun haqqında deyir ki, qaçdı deyir, gülə-gülə, Kələbaş dana deyir. Ağaməmməd Şah Qacar İbrahim xan haqqında deyir, Kələbaş dana. Niyə elə deyir? Çünki öz vətənin qoyub qaçıb, döyüşmədən qaçıb. Deməli, yadda saxlayın, İbrahim xan da müəllifin ideyasının əksinə yaradılmış obrazdır. Uşaqlar, tarixi biz burada